elektronu qəbul eləsəniz kimin sayısı olur? Mənfilərin sayısı. Deməli, elektron mədələ demişkən aldıqda mənfi yüklənir. Elektronu itirdikdə isə necə yüklənir? Müsbət. Yəni, müsbət mənfini şartları suallarda biz özümüz qərar verməliyik ki, mən bu düsturun müsbət versiyasını yazacağım, yoxsa mənfi versiyasını yazacağım. N burada təbii ki, saydır. Yəni, N-in yerinə 1, 2, 3, 4 tam ədədlər yaza bilərsiniz. Ona görə də bu tam ədədlər yazmaqdan yola çıxaraq biz deyirik ki, elektrik yükü diskret kəmiyyətdir. Kəsilən. Bəli, diskret. Yəni kəsilən. Ürəyiniz istədiyiniz qiymətləri ala bilməz. Elektrik yükü 1,6 V/-19-un tam misillərinə bərabər olar. 5 misl olar, 10 misl olar, amma 2,4 misl olar. Məsələn, bir sual verin. Belə bir yük mövcuddurmu? 2 vurulsun 10⁻⁻⁻⁹ klon. Belə bir yük var dünyada? Xeyr. Niyə yoxdur? Yoxdur. Niyə belə yük yoxdur? Siz demişsiniz. Çünki 2 vur 10⁻⁻⁹ 1,6 V/-19-un mislidir. Deyil.